Herkese salam. Kanalıma ve yeni videoma hər biriniz xoş gəlmisiniz. Burada görüntünün belə pis olmasına fikir verməyin. Səhər lap tezdəndir, saat 6-dır. Hələ ev qaranlıq idi, sadəcə naçnik işığı var idi. Amma mən dedim ki, peçi yandırıram, sizin üçün video çəkim. Uşaqlar hələ yatmışdılar, ona görə işığı yandırmadım. Amma yoldaşım işə gedirdi deyə səhər tezdən durub peçi yandırmalıydım. Bizim kəndin hər şeyi gözəldir, əladır. Amma bir dənə böyük problem var ki, kənddə qaz yoxdur. Bu da qış vaxtı biraz çətinlik yaradır. Yəni hər gün peç yandırmaq lazım olur, biraz istiliyi təmin etmək çətindir. Sonra da keçdim mətbəxə, çay falan qoyub başladım yoldaşımın iş sumkasını yığmağa. Axşamdan yeməyini, tutmasını, hər şeyini hazır qoyuram ki, səhər soyuqdur, rahatca sumkasını tez yığa bilim. Hər şeyini sumkasına yığdım. Qaldı bir dənə çayıyla çörəyini qoymaq. Evdə hələ hamı yatdığına görə də çalışıram ki, maksimum səssiz olum. Yəni çox az səs çıxardım. Amma mümkün olmur. Təbii ki, nə qədər az səs çıxartmağa çalışsam, o qədər çox səs çıxardıram. Bilmirəm bu təkcə məndə mi olur, yoxsa sizin də başınıza gəlir, nə vaxt nədən ehtiyat edirəm, bu olmasın deyirəmsə, o şey başıma gəlir. Və yaxud da nə vaxt nəyi sakit eləmək istəyirəmsə, gürültü çıxır. Nəyi gizlətmək istəyirəmsə, üzə çıxır. Düşünürəm ki, mən tək deyiləm, hamı da belədir. Sonra da düşdüm həyəti süpürməyə. Həyətdən də hər dəfəsində o qədər zibil çıxır ki, sanki həftələrlə buralara süpürgə dəymir. Amma ki, 1-2 gündən bir həyət süpürülür, təmizlənir. Yenə də külək gətirib hər zirzibili həyətin qabağına yığır. Həm də mən nə vaxt həyəti süpürsəm, həmin gün axşam mütləq külək əsməlidir. Qızlar, mənə rəylərdə yazırsınız ki, vlogları uzun eləyim, videolar tez bitir. Amma inanırsınız ki, mən gündəlik işlərimin hamısını çəkib vloqa qoymağa çəkinirəm. Belə çəkinirəm ki, düşünürəm maraqsız olar, eyni şeyləri dəfələrlə çəkib qoymağın heç bir mənası yoxdur. Çünki hal-hazırda evdən çörə demək olar ki, çıxmıram, sadəcə işə gedirəm. Və məlum məsələ ki, işdə elə də video çəkə bilmirəm. Yəni məktəbdə olduğum üçün, müəllimə olduğum üçün dərs ərzində video çəkmək mənə o qədər də uyğun gəlmir. Uşaqlarla da balaca olduğuna görə heç bir yerə çıxa bilmirəm. Demək olar qonaq da gedə bilmirəm heç bir yerə. Sadəcə evdə gündəlik işlərlə məşğul oluram. Düşünürəm eyni şeyləri çəkərək sizi bezdirərəm. Bir də ki, mən vlogları çəkəndə əslində uzun çəkməyə çalışıram. Uzun çəkirəm. Sadəcə montaj eləyəndə o qədər yerini silirəm ki, və yaxud da tezləşdirirəm ki, gəlir 5-10 dəqiqəlik bir şey çıxır. Və yaxud da bəzi kadrlar ümumiyyətlə qoymuram. Düşünürəm ki, bu kadrlar artıq maraqsızdır. Bunları qoymağın heç bir anlamı yoxdur. Bir də ki, qızlar, mən əvvəllər düşünürdüm ki, videolarıma az adam baxır. Bu qədər baxış azdır falan filan. Amma indi düşünürəm ki, videolarıma hardasa 1000 adam baxır hər videoya. Və hər videoya 1000 adamın baxmasını, bunu insan kimi təsəvvür etsəz, yəni bir otağa 1000 adamı yerləşdirmək mümkün deyil və yaxud da bir evə yerləşdirmək mümkün deyil. Böyük bir ərazi tutur 1000 insan. Onların qarşısında danışıram. Onlar mənə baxırlarsa, onların birazı məni bəyənirsə, birazı takib eləyirsə, yəni abunə olursa kanalıma, nə xoş mənə. O qədər insanın deməli mənim videolarıma qarşı marağı var. Bilirəm, hazırda videolarım elə də keyfiyyətli deyil, işıq normal deyil, çəkilişlər normal deyil. Amma bundan utanmıram, belə deyim. Çünki düşünürəm ki, gələcəkdə get-gedə professionallaşacağam. Yəni heç kəs sıfırdan professional olaraq başlamır. Kiçik-kiçik addımlarla başlayır, yavaş-yavaş başlayır, bəzi şeyləri səhv olaraq başlayır, ancaq sonda özünü tutur, normal bir videosunu çəkə bilir və yaxud da başqa bir iş görürsə, həmin işini görə bilir. Mən də düşünürəm ki, bir neçə il sonra ilk videolarıma baxıb deyəcəm ki, hə, məsələn, burada filan şeyləri səhv eləmişəm, gərək burada belə eləyərdim falan. Yəni, öz inkişafımı göz qabağında görəcəm. Zaten inkişaf eləmiriksə, irəliyə getmiriksə, demək ki, yaşamırıq. Getdim başqa-başqa söhbətlərə çıxdım. Burada da gəldim, buramı süpürdüm, təmizlədim. Sonra düşündüm ki, bir aparım, tulluyum, yığım arabaya. Sonra fikirləşdim ki, yox, yandırım, sonra külünü aparıb tullayaram. Ona görə də gətirdim, yandırdım.
Bu burada yanmağında olsun. Ben de size bir tane narımızı göstereyim. Bizim nar ağacımızda balaca bir ağaç. Bu da üstünde bir tane narımız. Başka yoktu. Burada da güllerimiz falan var. Bunun rengi çok güzeldi. Burada belə. Bir de bu ağ gül çok güzeldi. Kokusu da çok güzeldi bunun. Burada da lavandalarımız var. İnşallah yayda açanda gösterərəm sizə. Bu da belə güller. Bu da ora. İndi oranı gedib süpürəcəm. Əvvəl düşündüm ki, buranı da süpürüm süpürgəylə. Sonra fikirləşdim ki, niyə mən süpürgəylə özümü öldürürəm ki? Dırmıqdan istifadə edeyim, həm daha tez olsun, həm də rahat olsun. Ona görə də şaftalının yarpaqlarını da gətirdim. Dəmir dırmıq var idi, həmin dırmıqla təmizlədim, toparladım, bir yerə yandırdım. Olub. Bu da elə bil mənim bir qədrimdir, gəlib yanımda dayanıb bayaqdan. İşimə nəzarət edir. Mobilislərlə yola getmir deyə bu ayrı qalıb. Bütün günü qırırlar bir-birlərini. Buyur, nə olub? Qırışmağa heç kəs qalmayıb ki, gəlib mənim yanıma. Mənə göstərir özünü. Oturmuşam uşaqla oynamağa, baxıram ki, qarşımda ancaq belə əcayib şeylər var. Bir də maşınlar, belə şeylər. Belə maşınların sifəti var burada. Mənim oğlumun bir xasiyyəti var ki, bu oyuncaqlar yerində qala bilməz. Gündə bəlkə də 7-8 dəfə bu oyuncaqlar yığılır. Yığılıb yerinə qoyulan kimi oğlum gətirir bunları yenidən tökür. Töküb oynasa yenə eybi yox. Deyərəm ki, uşaq da oynayır, amma tökür, oynamır heç biri ilə. Sadəcə mən yığışdıran kimi gətirib yenə də o oyuncaqları ayaq altına boşaldır. Sonra da çıxır gedir başqa bir işlərlə məşğul olmağa. Bu bizdə gün ərzində döngü olaraq davam edir. Axşamüstü gəldim toyuqlara hində dən tökməyə. Toyuqlarımız axır vaxtlar çıxıb ağaclarda yatırlar. Keçib içəridə yatmırlar hinlərində. Ona görə də məcburuq ki, bunlara dən tökək, girsinlər hinin içərisinə. Sonra da onların başı yeməyə qarışıq olanda biz qapını örtək çıxaq. Oradan da hinduşkaları yerinə salmağa. Bu hinduşkalar bütün günü qırışırlar bir-birlərindən. Ona görə də ancaq yatandan yatana bir-birlərinin üzünü görürlər. Əsas da iki dənəsi bir-birlərini az qala ki öldürə. Bilmirəm davaları nəyin üstündə düşür, niyə qırırlar bir-birlərini, nə sözləri çəp gəlir. Amma ki ayırmasaq inanın ki öldürərlər bir-birlərini, o dərəcədə dalaşırlar. Bir dənə də buradan karalyok alaq. Heç bilmirəm hansı karalyokdur, hansı şirindir, hansı turşdur. Amma tapacağıq. Hə, tapdım. Bu şirindir. Aşağısı belə olanlar belə olanlar şirindir. Amma
belə adi olanlar ya da belə. Belə olanlar şirin deyil. Fərqlidirlər bunlar. Bu şirindir. Biraz da meyvə soydum ki, həm uşaqlar, həm özümüz yeyək. Biz meyvə yemək cəhətdən çox ağzı quruyuq. Bizdə belə deyirlər, bir şey az yeyəndə ağzı quru deyirlər. Yəni meyvəni çox da yemirik. Stolun üstündə qalır, bəzən günlərlə orada qalır, xarab olur, ancaq onu soyub yemək heç kəsin ağlına gəlmir. Əslində isə hamının bildiyi kimi meyvə yemək qədər gözəl bir şey yoxdur. Həm təbii, gübrəsiz meyvələrdən ağzımız dada gəlir, həm də vitaminli bədənimiz zənginləşir. Və aranızda müəllim olan varsa, mənə anlayar ki, müəllimlərin işləri bitmir. Yenə də axşam oturdum gündəlik yazmağa biraz. Həm üstəlik dərslərim var idi, həm də ki, günlük olaraq dərs keçəndən sonra gündəliklər yazılmalıdır, hazır olmalıdır. Bunun üstünə testlərin yoxlaması var, summativlərin hazırlanması var. Təbii ki, işimizi çox sevirik. Şəxsən mən işimi sevə-sevə yerinə yetirirəm. Müəllim olmağı çox arzulamışam, çox istəmişəm və hal-hazırda da müəllim olduğum üçün, peşəmi yerinə yetirdiyim üçün çox sevinirəm, çox xoşbəxtəm. Amma ki, yenə də bəzən vaxt tapmaq olmur ki, yazıları yazıb çatdırasam. Bir tərəfdən də sertifikasiyaya hazırlaşıram, vaxt tapdıqca dərs oxumağa çalışıram. Belə əziz xanımlarımız, məni bura qədər izləyən hər kəsə çox təşəkkür edirəm. Yaxşı ki varsınız. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olmağı və videoya like atmağı unutmayın. Hələlik.